Elə insanlar var ki, ömürlərin boyunca heç vaxt alınlarını səcdəyə qoymayıblar. Subhanallah. Necə əcaib deyil yəni. Bir insana dünyada yaxşılıq eləsən, yəni bunu versəm sənə, desəm ki, qardaş al bunu, çayla içərsən. Sən mənə bir təşəkkür edirsən, bir qarşılıq verirsən. Bəzən unutmursan, filan vaxtı filan adam mənə yaxşılıq etmişdi, filan şeyi qaldırıb mənə, filan bir şeyi mənə vermişdi deyirsən. Amma aləmlərin Rəbbi olan Allahın üzerimizdə bu qədər neyməti olmağına rəğmən sən hələ də başını səcdəyə qoya bilməmsən, sən hələ də Rəbbinə şükür edə bilməmsən, indi Allahın dediyi kimi o gün insanlar bütün neymətlərdən soruşulacaqlar. Necə hesaba çəkiləcək? Subhanallah, acayib deyil axı. Yəni necə insan başa düşməlidir ki, mən elə bir yerə gedirəm ki, Allahdan başqası məni qurtara bilməyəcək. Peyğəmbərlər cəmlən, nə bilim mələklər cəmlənsə, Allahın əlindən, Allah diləmədikdən sonra səni kimsə qurtara bilər axı. Vallahi Rəbbinin əzabı xəfif bir əzab deyil. Allah Azza və Cəllə öz əzəmətli kitabında buyurur ki, sənin Rəbbinin yaxalaması çox çətin olacaq deyir Allah Azza və Cəllə.